Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlərin artımı baş verəcək. Cənab Prezident tərəfindən imzalanmış fərmana əsasən artırılan sosial müavinətlər və təqaüdlər 1 milyon artıq vətəndaşımıza əhatə edəcək. Qeyd etmək lazımdır ki, 2018-2024-cü illərdə Azərbaycanda sosial müavinətlər və təqaüdlərdəki artım dinamikası 5 dəfədən çox olub. Bu bir daha onu təsdiq edir ki, möhtərəm Prezidentin rəhbərliyi həyata keçirilən siyasətin məhz ana xətti vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi və sosial qayğı ehtiyac olan vətəndaşlarımızın sosial təminatının dəstəklənməsindən ibarətdir. Nəzərə alsaq ki, 2025-ci ildə 5-ci sosial paketin icrasına başlanılıb, yanvar ayının 1-dən etibarən minimum əmək haqqı, minimum pensiyada artımlar reallaşıb, eyni zamanda minimum əmək haqqdakı artımlar həm də vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı olan vətəndaşlarımızın maaşlarının da artmasına gətirib çıxarıb. Və xüsusən nəzərə alsaq ki, bir sıra dövlət sektorlarında Cənab Prezidentin imzaladığı fərmana əsasən əmək haqqı artımları reallaşıb və 2025-ci ildə reallaşan 5-ci sosial paket 3 milyondan artıq vətəndaşımıza əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrılması reallaşır. Nəzərə alsaq ki, 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmi 17 milyard manata yaxın olacaq. Bu büdcə xərclərinin 41% deməkdir. Bu demək ki, 2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatdan 41 manatı məhz sosial istiqamətə yönəldiləcək. Bu təbii ki, bir daha təsdiq edir ki, möhtərəm Prezidentin rəhbərliyi həyata keçirilən siyasət məhz ana xətti, məhz insanların sosial təminatının daha da gücləndirilməsidir. Və xüsusən nəzərə almaq lazımdır ki, 2018-ci ildən sonra reallaşan 5 sosial paketə əlavə olaraq 8 milyard manatdan artıq vəsait xərclənib. Və yalnız 2018-ci ildən sonra 2018 və 2024-cü illərdə minimum maaş, əmək haqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfə artırılıb. Və praktik olaraq həm minimum pensiyada, həm minimum əmək haqqıda, həm sosial müavinət və təqaüdlərdəki artım dinamikası göstərir ki, sosial paketlər birmənalı şəkildə vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edir. Və bu istiqamətdə həyata keçirilən siyasət 2025-ci ildə vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edir. Təbii ki, sosial paketin dərinləşməsi daha çox vətəndaşlarımızın bu islahatlardan, tədbirlərdən faydalanmasına imkan yaradır və artıq iyulun 1-dən reallaşan artımlar da vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi baxımından vacib hesab olunur.